Britaniya mediasında hərbi sursatın dünya ölkələrinə satışını göstərən qrafikalar və hesabatla müşahidə olunan sərt yazı dərc olunub. Üzücü görünə bilər, ancaq London Kral Kollecinin müharibə araşdırması təşkilatından ekspert Jack MacDonald üçün bu təəccüblü deyil. Birləşmiş Krallıq silah-sursat ixrac edən ölkələrlə eyni problemi paylaşır. Ən böyük silah alıcıları insan haqlarını pozan ölkələr olur. Son aylarda Qərbin Suriya müxalifətinə hərbi avadanlıq satmaq planı geniş maraq doğurub. Rusiya bu planı pisləyib. Fakt budur ki, Avropa Şurası konflikti daha da alovlandırır və sülh konfransı üçün qurultaya olan ümidləri puç edir. Başqa tərəfdən Suriya hökumətinə zenit raketlər satan Rusiya, Qərb və Moskvaya səfər etmiş İsrailin Xarici İşlər Nazirliyinin müavininin tənqidinə məruz qalmışdı. İsrail bu addımdan dərin narahatlığını bildirir. Biz Suriyada vəziyyətin sabitləşənə qədər təchizatın göndərilməsinin dayandırılmasını tələb etdik. Çin beynəlxalq silah satışında böyük rol oynayır və bu addımla haqq qazandırmağa çalışır. Silah ixracı kimi problemlərdə Çin hər zaman BMT Təhlükəsizlik Şurasının qərarlarına və beynəlxalq qanunlara sadiq qalaraq məsuliyyətli və ehtiyatlı davranmağa çalışır. Hərbi təchizatın istehsalı və satışı başlıca ölkələrin iqtisadiyyat və müdafiə proqramları üçün çox mühümdür. İxracat onlara dünyanın ixtişaşlı ölkələrinə təsir göstərmək gücü verir. Ancaq Jack MacDonald bunun bir o qədər də asan olmadığını deyir. Hərçənd ki, bu ölkələrlə hərbi sursat satılması bizə üstünlük verir. Düşünmürəm ki, bu, onların insan haqları göstəricilərində dəyişiklik edəcəyinə təminat verir. Allahu Akbar! Söhbət saysız insan həyatı və ölkələrin gələcəyindən getdiyi bir məqamda silah satan ölkələrin istənilən addımı haqlı tənqidə məruz qala bilər və bu dilemmada balans saxlamaq çətindir. Vaşinqtondan Anar Fərəcov, Amerikanın səsi.